Əziz izləyicilər, qadın liderliyi niyə vacibdir və bu bizim dəyərlərimizdə necədir? Qərbdə feminizm, gender seçkiliyi kimi mövzular yaradaraq qadınlarda rəqabət, idarə etmə hissləri gücləndirilir ki, bu da nəticədə gərginliyə və stresə səbəb olur. Halbuki bizim adətlərimizdə, tariximizdə həmişə qadın liderliyi olur. Hətta bundan daha geniş və daha dəyərlidir. Bizdə qadın dayaq, birləşdirmə və mənəvi güc mənbəyidir. Məsələn, Kitab-ı Dədə Qorqud dastanında Banu Çiçək kimi qadınlar birləşdirmə və motivasiya gücü ilə ailəsini və yurdunu qorumaq üçün cəsarət göstərərək öz sevdiklərinə dayaq olurdular. Bu, əsl liderlik nümunəsi idi. Əziz qadın, bugün sən də öz ailəni, komandanı hisslərinlə birləşdirirsən, stresə qarşı sipər qurursan, öz işində irəliləməyə çalışırsan. Amma maneələr də var. Sən isə deyirsən, tək mən yox, biz və sevdiklərinlə birgə. Bugün otaqdan çıx, özün üçün bir jurnal tut, hər gün 10 dəqiqə özünə vaxt ayır və öz xoşbəxtliyinə biraz da yaxınlaş. Əziz qadın, sən bizim adətlərimizin, dəyərlərimizin canısan. Unutma, hər dəyişiklik kiçik addımlarla başlayır. Bizi izləməyə davam et.